Sağlam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir. Qarşıdakı bir saat ərzində Mislinin baş sponsorluğu ilə Offside efirdə olacaq. Əvvəlcə məlumatı diqqətinizə çatdırmaq istərdim. Milli çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tamqanlı və güvənli idman mərc oyunları operatoru Misli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Misli azda mərc edə bilərsiniz. Belə bu isti yay günündə başladıq verilişimiz başladı. Salam Ceyhun, xoş gəlmisən, necəsən? Xoş gördük Günay. Yaxşı olmağa çalışıram. Hamını da salamlayıram. Səsin tutulub. Biraz soyuqlamışam. Bu havalar istiləşən kimi biraz özümüzə diqqət eləmirik. Kondisionerin altında qalırıq, soyuq su içirik. Onun fəsadlarıdır. Günün əsas futbol hadisəsi deyək Qızmar gün altında. Qızmar gün altında olmayacaq. Saat 8-ə qədər artıq hava yavaş-yavaş qaralmağa başlayır. Azərbaycan milli komandası Macarıstan yığması ilə üz-üzə gələcək. Dalğa Arenada, Livbonadiya Arenada keçiriləcək bu qarşılaşma Mərdəkanda baş tutacaq. Elə dəniz qırağında saat 20:00-da keçiriləcək bu görüş. Azərbaycan milli komandası deyirlər ki, şansları 50-50-dir bu qarşılaşmada. Xüsusilə Bəhlul Musavazədə deyir bunu. Bəhlul deyəsən çox nikbindir. Bəhlulun nikbinliyinə heç olmasa 10% mənə versin. Yəni Bəhlula yaxşı mən sual verim. Latviyanı uda bilməyən milli Macarıstan necə udacaq? Latviya ilə qarşılaşma barədə danışa bilərik. Bəlkə bundan sonra Macarıstan milli komandası ilə nələr baş verəcək bugün axşam, onda təxminlər etmək olar. Latviya-Azərbaycan maçı elə startdan başlasaq, Fernando Santuşun start heyəti diqqət çəkdi ki, həmişə görməyə öyrəşdiyimiz futbolçular start heyətdə yox idi və 11 Azərbaycanlı futbolçu start heyətə çıxmışdı Ceyhun. Düz zədəlilər var idi. Bəzi futbolçular zədələyə görə bu dəfə milliyə çağırılmamışdı və ya Bədavinin timsalında sonradan heyətdən çıxarılmışdı. Amma sən heyətə baxıram, çətin niyə bu 11 nəfərlə məsələn necə oynayasan? Qapıda Rızadır, 3 mərkəz müdafiəçisini oynayırıq. Bəhlul, Elvin Bədalov, Rəhmanov. Bu müdafiə xətti ilə necə oynayasan, necə duruş gətirəsən? Deyək ki, bugün Macarıstan qarşısında. Cinahlarımız yaxşıdır. Toraldır, Elvindir. Sonra yarım müdafiə mərkəzi 3 nəfərlə oynayırıq. Səbuhi Abdullazadə, Emin Mahmudov, Ceyhun Nuriyev. Zəif üçlüdür və hücum pis deyildi. Hücum tandemi Mahirlə Nərman. Belə ümumi götürəndə Fernando Santuş əslində Latviya ilə maçda bu maç Latviyanı udmaq üçün meydana çıxmamışdı. Santuşun məqsədi dünya çempionatının seçmə mərhələsində Fransanın oyunu hazırlaşmaqdır. Fransaya iri hesabla 6-7-8 top fərqinə uduzmaq istəmir. Xatırlayırsınızsa Sumqayıtda Haitiyə 0-3 hesabı ilə uduzandan sonra demişdik ki, biz bundan sonra müdafiə futboluna üstünlük verəcəyik. Yəni Santuş başa düşdü ki, biz açıq futbol oynasaq, hətta istənilən komanda gəlib bizi uda bilər. Ona görə indidən Fransaya rüsvayçı hesabla məğlub olmamaq üçün qapalı futbola üstünlük verir. Baxın, statistikaya baxırıq. Komandamız 90 dəqiqə ərzində cəmi 1 korner qazanıb, küncdən zərbə. Bu nə deməkdir? Yəni ki, biz normal cinahdan hücum qurmamışıq. Yəni, ən azından bizim cinah oyunçularımız ötürmə ilə o qədər az ötürmə eləyiblər ki, top rəqibə dəyib hətta meydanı tərk edib biz korner qazanmamışıq. Oyun ərzində cəmi bizim hücumçularımız bir dəfə offside-a düşüblər, süni oyundan kənar vəziyyətə. Bu nə deməkdir? Yəni, biz oyun ərzində müdafiənin arxasına çox az sayda top atmışıq. Ona görə bizim oyunçularımız cəmi bir dəfə 90 dəqiqə ərzində offside-a düşüblər. Daha çox qapalı oynamağa çalışırdıq, kompakt oynamağa çalışırdıq. Sanki Fransaya oyuna indidən hazırlaşırdı Fernando Santuş. Məqsəd buydu. Emin Mahmudov oyundan sonra jurnalistlərə açıqlamasında bildirdi ki, bizim hücumçularımız o qədər də pis deyildi. Bizim hücumçularımız pis deyildi. Belə bir açıqlama verdi. Razılaşırsan fikirlə? Razılaşıram. Hücumçularımız yəni doğrudan pis deyil. Mahirlə Nərman yaxşıdır. Yaxşı, ay Emin. Niyə sən və digər komanda yoldaşlarına bu hücumçuları topla az təmin edirsiniz? Niyə onlara kəsərli ötürmələr az verirsiniz? Hücumçular pis deyilsə, demək onda yarım müdafiəçilər pisdir ki, hücumçulara qol ötürmələri, qol şansı yaratmağa o həmin açar ötürmələri vermirsiniz. Ceyhun, bu dəfəki heyəti ola bilsinmi ki, bugünkü oyunda da gördük və ya növbəti qarşılaşmada artıq dünya çempionatının seçmə mərhələsi oyunlarında start heyətdə gördük? Belə deyim də, böyük ehtimal bu taktiki sxem 3-5-2-ni Fernando Santuş davam elətdirmək istəyəcək. Çünki bu elə bir sxemdir ki, burada müdafiədə azlıqda yaxalanmırsan.
həmişə 3 mərkəz müdafiəçinin ən azından var. 11'li inanmıram, eyni 11'liyi biz görək seçim mərhələlərdə dəyişiklik olacaq, amma belə deyim də artıq o onurğa sütunu hardasa yuxarı aşağı 7-8 futbolçu bəllidir. Yəni bunlar kimlərdir? Deyək ki, Bəhluldur, Toraldır, Elvindir, qapıda Rıza ola bilər, Emin Mahmudovdur, Mahirlə Nərimandır. Yəni bir 6-7 futbolçu artıq start 11'liyin deyə bilərik ki, Fernando Santos dünya çempionatının seçim mərhələsində bax bu futbolçulara start 11'likdə yer verəcək. Hücuma edilməsi gerəkən köməkdən az öncə qeyd elədin və oyundan sonra mətbuat jurnalistlərə açıqlamasında Mahir Emreliyə də belə bir sual verildi ki, niyə sən klubunda qollar vura bilirsən, lakin Azərbaycan milli komandasına gəldikdə olmur və özü də bildirdi ki, bu müqayisəni aparmayın, sözümü də başqa yerə yozmayın, Azərbaycan milli komandası başqadır, klubdakı futbolçular başqadır. Yəni bu sözü başqa hara yozmaq olar ki, elə konkret deyir ki, klubda oynayanlar mənə daha çox topla təmin edirlər, daha yaxşı futbolçulardır, millidə isə mən bunu görmürəm. Yəni bunu başqa hara yozmaq olar ki, bu sözü. Yəni əslində nə demək istəyir ki, mən burada açıq şəkildə deyir ki, klub başqadır, milli başqadır. Yəni klubda mənə ötürmələr də gəlir. Mən amma burada istədiyim topları ala bilmirəm, amma bir şey də var ki, ən azı Mahirin burada bir real 100%'lik epizodu var idi. Yəni heç ümumiyyətlə oyun ərzində epizoda girməsəydi danışmaq olardı, amma baxırıq ki, Mahir klubunda daha çətin vəziyyətlərdən fərqlənir. Topu götürüb 3 nəfəri keçib gol vurub, 30 metrdən gol vurub. Burada amma qapıçı ilə üz-üzə qalmışdı, gol vura bilərdi. Yəni hər şeydə komanda yoldaşlarının üzərinə atmaq lazımdır. Mahir özü də əlinə düşən fürsəti gol vurmalıdır. Və bugünkü qarşılaşma 20:00-da Macarıstan və Azərbaycan milli komandaları üz-üzə gələcək. Bu oyunda təxminlərin nədir Ceyhun? Fernando Santos həmişə kimi bildirir ki, qələbə üçün meydana çıxacaq. Qələbə üçün, yəni milli bir ildir qələbə qazanmır da. Biz axırıncı dəfə düz bir il əvvəl keçən ilin iyun ayında Qazaxıstan olmuşuq. Fernando Santosun rəhbərliyi altında 9 oyun keçirmişik, rəsmi və ya qeyri-rəsmi. Bunun 7-sində məğlubiyyət, 2-sində heç-heçə. 5 oyun ümumiyyətlə qol vura bilmirik. Sonuncu qolumuzu Toral Bayramov vurub. Və problem var da, millidə ciddi problem var. Sanki mən bu komandada açıq deyim, o milli ruhu görmürəm də. O bir yumruq kimi birləşməyi görmürəm. Sanki məsələn bəzi epizodlarda görürəm ki, bəzi futbolçular son həddə o final pas eləmək əvəzinə məsələn üçün özləri qapıya zərbə vurub, özləri qol vurub adlarını yazdırmaq istəyirlər tabloya. Belə şeylər hiss eləyirəm mən. Mənim növbəti müqayisəm ola bilsin ki, biraz çox aşağı-yuxarı səviyyə fərqi olacaq. Cristiano Ronaldo bir müddət əvvəl Millətlər Liqasının finalını qazandıqdan sonra açıqlamasında bildirmişdi ki, mən zədəli olsam belə Portuqaliya milli komandasına dəvət aldığım üçün, milli komanda olduğu üçün bu yığmada çıxış elədim. Yəni milli komanda adı gələndə mən hər şeyi edirəm və Mahir Emreli də bənzər bir açıqlamanı vermişdi jurnalistlərə açıqlamasında ki, Azərbaycan milli komandasına həqiqətən də biz can qoyuruq. Mahir millidə can qoyan futbolçuların biridir. Yəni bəlkə də başlığına gələn bir neçə futbolçudan biridir. Yəni Mahirin heç kim deyə bilməz ki, Mahir millidən can qoymur. Amma problem odur ki, Mahir millidə qol vura bilmir. Mənə elə gəlir ki, bu Mahirin özündə artıq təzyiq altına salıb. Psixoloji baskı var Mahirdə. Ona sadəcə millidə bir qol vurmaq lazımdır. Qol vursa məncə ardı da gələcək. Elə bənzər sözləri Emin Mahmudov da yığma komandaya bir uzun müddətdən sonra çağıran və kapitan sarğısı qaytarılan Emin Mahmudov da bildirmişdi ki, futbolçularımıza bir qol vurmaq lazımdır ki, bundan sonra özlərinə gəlsinlər. Emin Mahmudov bu fikirlərini də sən qeyd elədin və özünün yenidən kapitan sarğısını əldə etməsinə münasibətin necədir? Yəni mən üçün açığı bu kapitanlıq o qədər önəmli deyil. Kapitanlıq Emindədir, Mahirdədir, ya Elvindədir, Toraldadır. Yəni mən üçün ciddi bir əhəmiyyəti yoxdur. Mənim üçün əsas odur ki, futbolçular kapitan oldu-olmadı meydanda can qoysunlar, milləti sevindirməyə çalışsınlar. Və Mahir Emreli barədə danışmağa davam eləyəcəyik ki, karyerasını hansı klubda davam eləyəcəyi ilə bağlı xəbərlər bir-birinin ardıca gəlir və özü açıqlamasında qeyd eləmişdi ki, klubumla, karyeramla bağlı qərarımı yığma komandanın oyunlardan sonra açıqlayacağam və bu gündəmdə bir hadisə baş verir ki, Acun Ilıcalı Mahir Emreliyə zəng edib və onu öz klubuna çağırıb. Bəli, Mahir bunu Riqadan Bakıya qaydanda təyyarədə danışıb jurnalistlara.
Acun Ilıcalı şəxsən Mahirə zəng vurub Hull City-yə çağırıb Championship-ə. Mahir niyə tərəddüddədir? Çünki Hull City-nin hələ yeni baş məşqçisi məlum deyil. Ola bilsin ki, vaxtilə Mahirlə Dinamo Zagrebdə işləmiş, onu Zagrebdə biraz gözüm çıxdıya salmış, ehtiyatda oturtmuş Yakirovic variantı var Hull City-yə getməyə. Ona görə Mahir elə bir ki, gözləmədədir. Həm də mən anlayıram ki, bir dəfə də bunu demişdim. Mahir çalışır biraz Almaniyada qalsın o şəxsi həyatına görə. Sevgilisi Almaniyada yaşayır. Ona görə istəyir biraz Almaniyadan uzaqlaşmasın. Mahir Emre'nin Almaniyada olduğu müddətdə Nürnberg klubunda olduğu zaman da İsveçə məğlubiyyəti zamanı 0-6 hesabından sonra Miroslav Klose və Mahir arasında bir söhbət keçib. Bu heç yanda getməyib o məmlə. Ekskluzivdir. Buyur. İsveçə 0-6 hesabı ilə uduzandan sonra Mahir Nürnbergdə ilk məşqə çıxanda məşqdən əvvəl belə Klose hamının içində, komandanın içində belə gülə-gülə bir Mahirə atmaca atıb ki, uduzmaq olar, amma o da 0-6 çoxdur da. Yəni bu 0-6 necə uduzmaq olar? Mahir biraz belə Klose bunu zarafatla desə də, Mahir amma pərt olub. İndi cavab vermək lazım. Mahir də deyib ki, ən azı mən öz millətimin komandası üçün oynamışam. Yəni burada Klose'yə söz atıb ki, sən Polyak ola, Polşalı ola öz vətənin üçün yox, Almaniya üçün oynamısan. Gözəl bir cavab idi. Reklam və musiqi fasiləmiz olacaq. Daha sonra burada Offside-da dalğanı dəyişməyin. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir. Azərbaycan milli komandası A yığması ilə A əsas milli komandamızla yekunlaşdıraq və U21 milli komandamızla davam edə bilərik ki, Azərbaycan və Montenegro komandaları arasında Ayxan Abbasovun yığması və Montenegro yığması üz-üzə gəldi və bu qarşılaşmada 0-0 hesablı heç-necə qeydə alındı və hakimin final fiti səslənəndən sonra Montenegro futbolçular əvvəlcə hakimin üzərinə şıxmağa başladılar və bundan sonra Azərbaycanlı futbolçular Montenegronun rəqibi biraz sakitləşdirməyə çalışsa da Montenegro futbolçular özlərindən çıxdılar və kütləvi bir davaya bənzər bir mübahisə yaşandı. Yəni xoş olmayan görüntülərdir. Oyun qutarır, iki komandanın oyunçuları bir-birinə girirlər. Orada əməlli başlı əlbəyaxa dava oldu. Yəni. Düzdür, belə bəlkə kimsə ciddi xəsarət almadı, amma yaxın planda göstərilməsə də, sonradan telefonla, stadiondan çəkilən görüntülərə baxırıq ki, o təpiklər havada uçuşur, yumruqlar atılır. Bəlkə də böyütməmək olardı bu hadisəni. Mən burada əslində biraz UEFA-nı qınayıram ki, belə yoldaşlıq oyunlarına 21-lərin hakimi yerli təyin edirlər. Yəni məsələn, Azərbaycan Montenegro oyunun hakimi Azərbaycanlılar idi. İndi olan bəzi futbolçular bizim hakimlərin üzərinə gəldilər. Amma orada çox, yəni bizim hakimləri onlar basıb döymürdülər ki, heç nə eləmirdilər ki. Sonra bizim futbolçular qahmar çıxırlar. İndi kimsə deyə bilər ki, öz müskilər qoruyur. Amma orada Macar futbolçular, yəni nə edirlər? Orada əllə müdaxilə yox idi, təmas yox idi, fiziki təmas yox idi. Sadəcə biraz aqressiv şəkildə hansı epizoda bəlkə də etiraz edirdilər. Bizim o futbolçular birinci deyəsən Emin Rüstəmov gəldi, Səbailin müdafiəçisi. O gəldi, başladı, onları itələdi və belə də iki tərəfli dava başladı. Məncə ehtiyac yox idi orada bizim futbolçuların o hakimə qahmar çıxmasına. Yenə deyirəm, bizim hakimi Rəşad Əhmədov başda olmaqla digərlər, onlar niyə edə bilərlər ki, onsuz oyun Azərbaycandadır. Ceyhun, bəs Ayxan Abbasovun təlim məşq toplanışını o 21 ilə necə dəyərləndirərdin? Yəni bu iki oyunu götürsək, Belarusla oyun birinci oyunu çox bərbad oyun idi. Yəni 1-3 hesab ilə uduzduq, amma hesab daha böyük olmalı idi. 1-6, 1-7. Çox pis oynadıq. 20-25 dəqiqə çıxsaq çox bərbad futbol oynadıq. Sürətdə çatdıra bilmirdik, ayaqlaşa bilmirdik onlarla. İkinci oyun Montenegro pis deyildi. Montenegroda fiziki cəhətdən möhkəm futbolçulardan təşkil olunub. Futbolu bilirlər, necə oynamaq lazım olduğunu bilirlər. İkinci oyun biraz ümid verdi mənə. Yaxşı idi, yəni ikinci oyun Montenegro oyunu, komandamız sıx oynamağa çalışırdı. Bir neçə epizod da yaratdı. Düzdür, rəqibində epizodları oldu, istifadə edə bilmədik. Montenegro oyun pis deyildi. Və milli komandalarımızla yekunlaşdıraq. Azərbaycan klublarının yay transfer pəncərəsinin açılmamasına baxmayaraq, yay ərzində nə işlər görürlər, bunlara bir nəzər salacağıq. Son olaraq, elə ən sonda bir neçə saat əvvəl açıqlanmış Turantovuz klubu ilə start verəcəyi başlayacaq ki, komandadan 9 futbolçu göndərilib. Bu ayrılan futbolçuların adlarını da çəkmək olarsa, lakin siyahı çox uzundur.
İvan Konovalov qapıçı əslində Bəli. mövsümə yaxşı başlamışdı. Sonradan bəzi səhvləri oldu. Qurbanverdiyev Samoku daha çox oynatmağa başladı. Yəni belə deyim, gedişi böyük itki deyil. Alejandro Serrano, ən önəmli itki Turan Tovuzda. Bu da onu saxlamaq istəyir Turan Tovuz. Amma xaricdən yaxşı sərfəli təklif alıb, yəni pulda razılaşmadılar, ona görə getdi. Bu itkidir. Önəmli futbolçudur. Kavvan Martins müdafiəçi, 12 müdafiəçi dünyada çoxdur. Elton Turabov onsuz da oynamırdı komandada, yəni ehtiyatda oturmuşdu. Cristiano da Silva, əsas heyət oyunçusudur, amma Cristiano da yaşı artıq bəlkə də fikirləşiblər ki, 36 yaşı var, gələn mövsüm 37 olacaq. 90 dəqiqə oynamaq, bütün sezonu çiynində daşımaq biraz çətin görünür. O baxımdan özləri saxlamayıblar. İsmail Zülfüqarlının icarə müddəti bitdi, Neftçiyə qayıtdı. İsmail sol ayaqlı olmasa da, amma müdafiənin solunda mənə görə normal oynadı, yəni pis oynamadı. Araş Qadiri bərbad transferlərdən biri idi. Qurbanverdiyev özü onunla traktor sazidə işləmişdi. İranda gətirdi, özləri saxlamadılar. Anton Kralçkovski qışda gəlmişdi. Bu da Qurbanverdiyevin Rusiyadan tanıdığı futbolçuydu. Bu da çox yanlış transfer oldu. Və Sadiq Quliyev də Elton Turabov kimi oynamırdı. Hətta yəni Ayxan Abbasov vaxtından oynamırdı. Neçə ildə oynamır. Bu baxımdan bu 9 futbolçudan ciddi itki olaraq biz ancaq Alejandro Serrano'nu göstərə bilərik. Bu qədər futbolçunun gedişi ilə yeni gələnlər də olacaq. Növbəti mövsüm üçün Turan Tovuz yeni bir heyət qurmalıdır. 9 futbolçu göndərilibsə, demək bu gedənlərdən daha yaxşı futbolçuları gətirmək istəyirlər. Məqsəd aydındır. Turan Tovuz bu illəri Konferans Liqasına vəsiqə qazana bilmədi. Bu istəklərini, bu arzularını gələn mövsüm həyata keçirmək istəyirlər. Və transfer gündəmində daha bir maraqlı bir məsələ Zirə klubunun açıqlaması oldu ki, Yegor Badamovskini komanda heyətinə cəlb edib, Neftçi klubundan ayrılmışdı və Zirədə Badamovski fərqli bir iş ortaya qoya biləcəkmi? Mən bildiyim odur ki, Zirənin baş məşqçisi Rəşad Sadıq onu bir ildə istəyirdi. Keçən yay transfer dövründə də istəmişdi. Bu qış transfer dövründə də istəmişdi və indi müqaviləsi bitəndən sonra azad agent kimi heyətinə cəlb etdi. Yəni Badamovski Neftçidə 0 özünü göstərə bilmədi. Amma demək ki, Rəşad Sadıqov onda nə isə görüb və həmin ondakı o potensialı Zirədə açmaq istəyir. Bunu ancaq zaman göstərəcək ki, Rəşad Sadıqov haqlı olacaq bu seçimində, yoxsa yanlış seçimdir. Neftçi klubunda gedən bir çox futbolçular var. Azər Əliyev, Azər Salahlı, Yuri Matyas, Rəhman Hacıyev, Höcət Haqverdi, Rüstəm Samigullin, Robert Bauer və Rafael Guzzo. Neftçi də Turan Tovuz kimi yenilənmək istəyir. Neftçi də onsuz da yəni aydın məsələdir. Heyət dəyişməli idi, heyət daha güclənməli idi. Yəqin ki, onlar da başa düşürlər ki, bu sondur da. Komanda Neftçi kimi adlı sanlı komanda 2 ildir Avrokuboklara düşə bilmir. Keçən il 5-ci oldular, bu ildə 6-cı oldular. Yəni bu çox rüsvayçı nəticədir, Neftçiyə yaraşmayan nəticədir. Bu baxımdan onlar da məqsəd oldu ki, artıq bu illəri heç olmasa bir üçlüyə düşsünlər, ona uyğun bir heyət qursunlar. Və bir çox futbolçular var ki, komandanın transfer radarı ətrafında fırlanır. Bir rəsmi açıqlama var. Bu da Sesi de Almeida'dır ki, komandanın heyətinə cəlb olundu. 200 illik bir müqavilə imzalanıb. Sesi de Almeida Dayaq yarı müdafiəçisi. Bəli, xarici görünüşcə mənim sən kimlərə oxşadır. O 20-25 il əvvəl kompüter oyunları var idi, belə onların qəhrəmanları. Sonra bu xarici filmlərdə o pis obrazlar olur, belə qatil obrazlar, ora çəkilən insanlar. Yəni deyirəm, bu mən indi YouTube-da bütün futbolçular haqqında reklam xarakterli video çarxlar olur. Məsələn, baxırsan ki, Ceyhun Ruzayev 6 dəqiqəlik, məsələn, Ceyhun Ruzayev 6 dəqiqəlik elə göstərə bilərsən ki, deyərlər ki, bu Qarabağda oynayası futbolçudur. Amma sənin orada ancaq ən yaxşı keyfiyyətlərini cəmləşib. Highlights. Ən yaxşı keyfiyyətlərini cəmləşib. Ona görə bunlar aldadıcı olur. O vaxtı Neftçiyə bir Karikari gəlmişdi. Mən həmin o video çarxına baxanda demişdim ki, bu dəhşət hücumçudur, bu gələcək Neftçiyə verəcək. Gəldi 0, çox zəif hücumçu. Neftçi yarım il sonra onu göndərdi. O baxımdan Sesi de Almeida'mız ancaq oyunda görəcək. Ancaq onun haqqında onu deyə bilərəm ki, məsələn, o bir müddət Tondela-da oynayıb Portuqaliyada. Renat Dadaşov da icarə əsasında oraya getmişdi Wolverhamptondan. Orada belə məsələn sezona deyəsən 8 oyun oynamışdı. Yəni ehtiyatda qalmışdı. Məsələn Fransanın 2-ci liqasında, amma
PAOK komandasında oynayıb Ervin Kofi ilə bərabər əsas heyətdə. Yenə deyirəm, biraz sanki yenə yaşlı futbolçular yığırlar. Amma Neftçinin biz həmişə dedik ki, əsas problemlərin biri də odur ki, Neftçi yaşlı komandadır. Yenə də 29 yaş futbolçu, 30 yaşında futbolçular yığırlar. Məncə biraz Neftçi daha cavan, daha dinamik futbolçulardan təşkil olmuş komanda olmalıdır. Sesi Dalmeida amma açıqlamasında bildirib ki, mən topa nəzarət etməyi sevirəm, komandanı bununla təmin edəcəm. Görək dinlə görə deyəcək olacaq, lap yaxşı. Görərik də, mən yenə deyirəm, mən çempionatı gözləyirəm ki, bir neçə oyun baxım, sesi də almaydı, ondan sonra qiymət verək. Və Neftçi klubu ilə adı hallanan bir çox futbolçular var ki, bunlardan biri Murad Xaçayevdir. Komandaya gəlməsi rəsmiləşə bilərmi? Murad Xaçayev var, Elvin Bədəlov var, Jordan Rezabala var. Və Igor Ribeiro. Ribeiro. Aralarında Neftçini gücləndirəsi Igor Ribeiro'dur. Yəni Araz Naxçıvandan o 2 ildir tanıyırıq. Anlaşıblar mənim bilən klublar. Sadəcə Araz Naxçıvan konferans liqasında oynayacaq. Ondan sonra gəlib Neftçiyə qoşulacaq. Bu özü də əslində düz deyil. Neftçi təlim məşq toplanışına yığışacaq, amma sən mövsüm üçün start o birliyində düşündüyün futbolçu təlim məşq toplanışına iştirak etməyəcək. Bundan əlavə Neftçinin əslində xeyrinə də ola bilər. Çünki Araz Naxçıvan komandası ilə birlikdə olacaq təlim məşq toplanışında. Neftçi niyə xeyrin olsun? Yəni Neftçi Igor Ribeiro təlim məşq toplanışında komanda ilə məşq eləməlidir, uyğunlaşmalıdır, yoldaşlıq oyununa çıxmalıdır ki, artıq mövsüm rəsmi oyunlar başlayanda komanda yoldaşlığına alışsın. Bu Neftçinin lehinə yox, əleyhinə əslində olan amildir. Digər 3 futbolçu Murad Xaçayev, Elvin Bədəlov, Reza Bala, üçü də Sumqayıtdan tanıyırıq. Elvin Bədəlov millinin son oyununda Səbuhi Abdullahzadələ bərabər ən zəif 2 futbolçudan biri idi. Ümumiyyətlə dartmırdı Elvin. Xaçayevi neçə ildir Sumqayıtdan tanıyırıq, Rizabala həmçinin. Yəni Sumqayıtı Neftçiyə mi gətirir Samir Abbasov? Yəni bu futbolçularla Samir Abbasov Sumqayıtdan nəyə nail oldu ki, indi Neftçidən ona nail olmaq istəyir? Getdi birinci mərhələdə ucuzda konferans liqasına. Yəni bu futbolçular Neftçi nə qədər gücləndirə bilərlər? Çox böyük sual işarəsi var burada. Və Azərbaycan klublarından Azərbaycan Misli Premyer Liqasında çıxış edən futbolçulardan ibarət transfer marketdə ən bahalı futbolçulardan ibarət siyahı açıqlanıb və həmin siyahıda birinci yerdə Kadi Borgesdir və eyni zamanda Leandro Andrade qərarlaşıb 2,5 milyon avro qiymətlə və son 3-cü, 4-cü yerlər isə bizi biraz təəccübləndirir. Çünki Nərman Axundzadə 2 milyon qiymətlə qərarlaşıb və 4-cü yerdə isə Aleksey Kaşuk 1,8 milyon avro qiymətlə yer alıb. Kadinin o qiymət qoyulması tam normaldır. Çünki realda da yəni o qiymətə bir klubdan digərinə keçib. Krasnodar 2 milyon ödəmişdi Kadiyə görə Qarabağa. Daha sonra Qarabağdan Krasnodardan Ferencvaros'a keçdi. Leandro Andrade'nin yaşı burada əsas götürülür. 24 yaşı var da Leandro'nun. Və hər mövsüm qollar vurur Qarabağdan. Həm çempionatda bu il bombardir oldu, həm Avropada oyunlarda qolları var. Burada indi azarkeşlər də görürəm ki, hamı Nərmanı qabardır ki, Nərman niyə 2 milyon avro olsun? Əlbəttə ki, bu transfer marketin qoyduğu qiymət tam da reallığı əks etdirmir, amma kifayət qədər reallığı əks etdirir. Nərmana niyə 2 milyon avro qiymət qoyurlar? Çünki Nərman birincisi yaşı əsas götürülür. 21 yaşı var. İkincisi mövqeyi, hücumçudur. Hücumçunun həmişə qiyməti müdafiə meyilli futbolçulardan çox olur. Üçüncüsü də ki, Nərman həm Qarabağ da əsas heyətin üzvüdür. Çempionatda da bu mövsüm 10 qol vurdu. Və Azərbaycan milli komandası son oyunlarda əsas heyətdə meydana çıxır. Yəni futbolçuya qiymət qoyarkən bir neçə meyar əsas götürülür. Nərmanın qiyməti buna görə yüksək qiymətləndirilir. Kaşuka gəlincə? Kaşuk bilməm, mən Kaşuk, yəni o qədər qiymət qoymazdım da Kaşuka. Bəlkə də nə bilim Kaşuk o Şaxtyorun yetirməsidir. Ukraynalıdır, Ukrayna futbolunun indi dəyəri başqadır dünyada. Bəlkə də o səbəb olub, belə bilmirəm. Az öncə danışdıq Azərbaycan klublarının transfer gündəmi ilə bağlı. Ötən həftə Araz Naxçıvan klubunda da bir çox ayrılıqlar baş tutmuşdu və bunlardan biri Vadim Abdullayevin komandadan getməsi idi. Kapitan. Doğrudan biraz qəribə gəldi Vadimin ayrılması. İndi açığı biz danışıqları, pərdə arxası məqamları bilmirik. Klub heç nə açıqlama verməyib. Amma Vadimin açıqlaması buydu ki, baş məşqçi Elmar Baxşeyev məni komandada saxlamaq istəyirdi. Yəni ondan olsaydı mən yenə də bir illik müqavilə bağlayardım, amma rəhbərlik məni istəmədi.
Bu çox qəribədir ki, bu necə ola bilər? Baş məşqçinin istədiyi futbolçu rəhbərlik istəmir. Bəs baş məşqçinin sözü keçmirmi bu klubda? Elə bir şey, yəni bu necə mümkün olur ki, baş məşqçi bir futbolçunu istəsin, rəhbərlik də bunu istəməsin? Yəni bu peşəkarlığa sığmayan bir addımdır. Yəni baş məşqçi yeri gələndə sözünü deməlidir. Yəni sən sözünü eşidilməyən yerdə Elmar Baxşeyev necə qalıb işləyir? Bu da özü də çox qəribədir. İkinci məsələ, yəni rəhbərlik Vadim Abdullayevi niyə istəməsin ki? Vadim region liqasından etibarən komandada oynamış futbolçudur. Komandanın Araz Naxçıvan tarixində ən çox meydana çıxmış futbolçudur. Yəni bilmirəm, yəni açığı məncə Vadim Abdullayevə müqavilə təklif olunmalı idi. Biraz sanki ona qarşı haqsızlıq oldu bu məsələdə. Bu məsələni dəfələrlə danışmışıq. Ötən mövsümün əvvəllərində də bu hadisə toqquşma baş vermişdi. Elmar Baxşeyev və klub rəhbərliyi Elmar Baxşeyev barədə açıqlamaları vermişdi. Toqquşma yaşanmamışdı. Bu kimi davam eləmək, bu formada davam eləmək klubun gələcəkdə Avrokuboklarda və yaxud da mövsüm ərzində gedişatında təsir edə biləcəkmi? Yəni bu qədərmi qarışmaq lazımdır baş məşqçi işinə? Komandanın rəhbəri Zaur Axundov tanıyırıq deyirlərdi. Yəni biraz bu məsələlərdə belətdə bu adam çətin adamdır. Deyir ki, komandanın rəhbəri mənəm, baş məşqçi də mənəm. Yəni mən sözüm keçir, baş məşqçi mənimlə hər şeydə hesablaşmalıdır. Yəni bu insanın da idarə etmə üsulu budur. Və müzakirəmizə davam edəcəyik. Qarabağ klubu tərəfdən bəzi xəbərlər var. Marko Veşoviçin komandadan ayrılması gündəmdə idi və rəsmiləşəcəyi də gözlənilir. Veşoviç son mövsümü demək olar ki, oynamadı. Yəni mövsümün əvvəlində başladı, sonra zədələndi. Zədəsinin müalicəsi, bərpası xeyli vaxt aldı. 2 həftə, 3 həftə demişlər, 3 ay sonra qayıtdı. Qışdan sonra da baxsaq, heç Qurban Qumanov onu oynatmadı. Daha çox Toral oynadırdı onun mövqeyində, sağcıdan müdafiəsində. Ona görə gözlənilirdi ki, elə Veşoviç qalmayacaq. Sonra Patrik gedir, Andrade, onun da müqaviləsi bitib. Elə Toralın adını çəkdin, onun da getməsi ilə bağlı xəbərlər yayılıb. Daha doğrusu maraqlanan klub var. Belçikanın standart komandası Toral Bayramovu heyətinə qatmaq istəyir və deyilir ki, Qarabağ klubuna rəsmi təklif göndərəcək. Qarabağ neçəyə buraxacaq onu? Bu sual doğru. Məsələn, yadındadsa qışda da Nərman Axundzaya görə Moldedən təklif gəlmişdi Qarabağa, Norveç klubundan 500 min avro verirdilər. Qarabağ yəni o qane etmədi bu təklif. Daha yuxarı məbləğ istəyirdilər. 3 milyon idi səhv eləmirəmsə. Yox, açıqlanmamışdı, amma daha çox istəyirlərdi. Yəni 500 minə buraxmadı Qarabağ. Moldedə də ondan rəqəmi qaldırmadı, yuxarı çıxmadılar. İndi Turala görə nə qədər pul istəyəcək, bu önəmlidir. Sonra ikinci məsələ, Tural getmək istəyərmi? Məncə Tural getmək istəyər. Turalda mən hiss edirəm, o Avropada oynamaq istəyir. Tural həqiqətən yaxşı futbolçudur. Boyu hündürdür, ayaqları uzundur. Avropalıları biraz bu cəlb eləyir sənin o fiziki göstəricilərində. Universaldır. Məsələn, standart Liej onu çox maraqlıdır. Hansı mövqe üçün düşünür? Qurban Qumanov onu 3 mövqedə oynadır. Həm müdafiənin solunda, həm müdafiənin sağında, həm də sağ winger mövqeyində. Onun universallığı da ola bilsin, standartı cəlb eləyir. Amma anlaşsalar, məncə Toral gedib oynayır. Toral, mən düşünürəm ki, elə əsl Avropa səviyyəli futbolçudur. Avropada da müvəffəqiyyət qazanar. Ceyhun, Misli Premyer Liqasında çıxış edən bəs gənc futbolçulardan, Azərbaycanlılardan hansıları xaricdə görmək istəyərdin? Nəriman, Xəyal, bunlar ikisi. Edqar oynaya bilərlər xaricdə. Rüfət Abbasov oynaya bilərlər. Salam Radio 93 FM-də Offside-i dinləyirsiniz. Reklam fasiləmiz olacaq, daha sonra buradayıq. Offside-da dalğan dəyişməyin. Offside qaldığı yerdən davam edir və həftə sonunun ən maraqlı hadisəsi Millətlər Liqasının finalı idi ki, Portuqaliya və İspaniya milli komandaları üz-üzə gəldi və bu qarşılaşmada 2-2 hesablı heç-heçə qeyd alındı. Və oyun başa çatdıqdan sonra isə 5-3 hesabı ilə Portuqaliya milli komandası penaltilər seriyasında qələbə qazandı. Doğrudan finala layiq oyun idi. Yəni hər iki komanda, hər iki yığma yaxşı oynayırdı. Yəni İspanlar ümumiyyətlə başqa səviyyədə. Onların top saxlaması, o təzyiq altından çıxmaları, yəni dəhşət futbolçular vardı İspanların. Topla necə bu qədər rahat olmaq olar? Yəni təzyiq edirlər, itirmirsən, yenə pas, qısa ötürmələr, öz futbol fəlsəfələrinə uyğun futbol oynayırlar. Portuqaliya isə biraz həddini bilərək oynadı. Daha çox çalışırdı qapansın, birə-bir də qalmasınlar İspanların cinah futbolçuları ilə. Çünki İspanların həm sol, həm sağı çox güclüdür. Yəni birə-bir də Yamal da, Iñaki Williams da. Portuqaliyada mən mütləq sol cinah müdafiəçisi Nuno Mendesi qeyd eləməliyəm. Yəni dəhşət futbolçudur da. Yəni
həm PSG-dəki çıxışları ilə mən o tanıyırıq. PSG-də dəhşət mövsüm keçirdi və bu oyunda da yəni Yamal kimi bir futbolçuya göz açmağa imkan vermədi. Maç ərzində Yamal cəmi bir dəfə onu keçə bildi. Yəni yemişdi konkret Yamalı. Yəni inanılmaz futbolçudur. Mənə görə bu dəqiqə dünyanın ən yaxşı sol cinah müdafiəçisi Nuno Mendesdir. Sürət var, hər şey var, start sürəti, partlayıcı sürəti, müdafiədə birə-bir də rəqibi keçməyə imkan vermir. Keçsən də gəlib arxadan sənə çatır. Davamiyyət var, davamlılığı var, yorulmur. İləri-geri oyun ərzində, yəni belə sol cinah müdafiəçisi axırıncı dəfə bilmirəm, yəni çox başqa bir səviyyənin futbolçusudur. Qalib də penaltilərdə məlum oldu. Portuqaliya milli komandası bəlkə də bilərəkdən penaltilər seriyasını aparırdı oyunu ki, bilirdi ki, rəqib komandanın heyətində çox gənc futbolçular var. Təzyiq altında. Əslində penaltini vura bilməyənlərdən biri o qədər də gənc deyildi. Alvaro Morata kifayət qədər təcrübəsi vardı. Lakin digərlər üzərindən geçsək, yəqin ki, bu planda hərəkət edirdilər. %100 artıq o 80-dən sonra Portuqaliya çalışırdı ki, oyun əlavə vaxtı geçsin, oradan da penaltilər seriyasına geçsin. Məsələn, maçın 80-ci dəqiqəsində bir epizod var. Oyunda pauza yaranır. Cristiano Ronaldo su içmək bəhanəsinə yaxınlaşır meydanın kənarına. Baş məşqçi Roberto Martinez'dən orada danışığı var. Mən orada hiss elədim onu və həqiqətən 8 dəqiqə sonra oldu. Orada Roberto Martinez deyir ki, oyun 90 dəqiqənin bitməsinə az qalmış, mənə əvəzlə ki, artıq Ronaldo'nun 40 yaşı var. Əlavə yarım saat var, daha enerjik bir futbolçu lazım girsin. Və 87-ci dəqiqədə Ronaldo yerə yıxılır, ayağını tutur, əzələ dartılması var. Sonradan amma özü də açıqladı. Bildirdi ki, bir uzun müddət davam edən zədəm var. Zədəyə baxmayaraq. Bilsən nəyə görə deyirəm? Çünki zədələnən futbolçunu əvəzləmək üçün futbolçu texnik zonada olan, ehtiyatda qalan futbolçu əynini geyinməlidir, formanı biraz hazır olmalıdır. Ronaldo yerə oturan kimi artıq onun əvəzinə meydana çıxan futbolçu Martinez'in yanındaydı. Yəni bu plan idi. Bu da çox ağıllı plan idi. Ronaldo bilir ki, artıq yaşlıdır. Onsuz da o 90 dəqiqə ərzində qaçmır. Daha çox belə yeriyir. Pressingin imitasiyasını eləyir və komanda mənafeyi nəminə artıq əlavə yarım saatda bir qaçan futbolçu lazım. Finala layiq bir qarşılaşma oldu əslində ki, Ronaldo'nun üzərindən davam eləsək, komandanın hesaba tarazlıq gətirən qolunu vurdu və bundan sonra zədələndi və bəlkə də komandaya o motivasiyanı verdi ki, mən elədim 40 yaşında və davamını siz gətirin. Əlbəttə ki, yəni Ronaldo yarım finalda da Almaniya qol vurdu, finalda vurduğu qol, məsələn, finalda vurduğu qol kiməsə sadə gələ bilər, amma orada o necə düzgün mövqe seçimi elədi, o arxadan İspan futbolçuya kiçik toxunuş elədi, onu topdan araladı. Amma elə bir toxunuş idi ki, qayda pozuntusu sərhəddini keçmədi. Yəni bunlar hamısı çox böyük ustalıq, dahilik və o təcrübə gərəkdirən elementlərdir. İspaniya milli komandası ilə bağlı da biraz danışacaq. Alvaro Morata penaltini vura bilmədi. Buna bəzi azarkeşlər sevindi, xüsusilə Real Madrid azarkeşləri. Bəxti gətirmir bu futbolçunun Ceyhun. Mən həqiqətən başa düşə bilmirəm ki, Alvaro Morata kimi bir futbolçu yüksək səviyyədə klublarda çıxış eləyib, lakin belə an gələndə o üzərindən stresi, təzyiqi ata bilmir və bəxti gətirmir. Günay, Morata'nın karyerasına baxsaq, o həmişə oynadığı klublarda penalti vuran futbolçulardan biri olub. Yəni o belə deyim, penalti vurmaq onun üçün yad bir hərəkət deyil. Yəni bunu bacarır. Amma doğrudan biraz çox pis vurdu. Yəni bivec vurdu. Sanki yəni istənilən qapçı artıq o vurmamışdan qabaq küncü tapacaq. Çünki göstərdi ki, mən ora vuracağam və zərbə də tam küncə də getmədi, tam belə güclü də zərbə deyildi. Həqiqətən çox zəif bir zərbə yerinə yetirdi. Az öncə danışdın Nuno Mendes'dən və onun qarşısını aldığı, o qarşısı alınmaz mövsüm ərzində olan Lamine Yamal'dan. Lakin 17 yaşında Millətlər Liqası finalına çıxdı. Mənim bir epizod çox xoşuma gəldi. Onun yaşında, bəlkə onun 17 yaşda müdrikliyə sahib çıxmamış bir futbolçu olsaydı, hətta bu müdriklik bəlkə də daha sonraki yaşlarda da belə gəlmir. Gümüş medalı boynuna aldı, astılar və o çıxarmadı boynundan. Elə gümüş medalla da davam elədi ki, özünü layiq bilir buna. Niyə də bilməsin? Yəni bu futboldur da, yəni udarsan da udzarsan da, yəni udzmusansa sənə gümüş verəcəklər, qızıl verməyəcəklər ki. Bu qədər. Bizlik bugünlük bu qədər. Təşəkkürlər Ceyhun gəldiyin üçün. Təşəkkür. Bir saat ərzində Ofsaydı dinlədiniz. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də Ofsayda düşməyi unutmayın. Hələlik.